Mərhəmətli və daim aşiq olan Rəbbimin adıyla. Axşamınız xeyirli olsun, əziz və hörmətli kitab sevərlər. Xoş gördük hər birinizi bu mübarək və enerji dolu gecələrdə hər birinizə sağlamlıq və ruhi yüksəliş diləyirəm. Bu günləri psixospiritual inkişaf kitab mütaliəmizin 4-cü meydanı və ya 4-cü məqamı olan fütuvvət mövzusunda bir neçə dəqiqə sizləri mənəvi və gözəl bir səfər və gözəl bir yolculuğa çıxarmış olacağam. Ümid edirəm ki, bu bir neçə dəqiqəni qəlbi aramlıqla və rahatlıqla burada olarsınız, nəinki qulaqla və ya şuurla deyil, bəlkə qəlbin səsi ilə bu bilgiləri özünüzdə fəhm və dərk etdirə bilərsiniz. Biz öncəki 3 mübarək meydandan və 3 mübarək məqamın bilgilərindən bəhrələnmişik və düşünürəm ki, bizə kömək olub həmin meydanları və həmin məqamları keçmək. Həmçinin düşünürəm ki, yoldaşlar daha sonra da təkrar etməklə, təkrar dinləməklə bu bilgiləri bir növ özlərində həyat tərzlərinə, həyat stillərinə, lifestyle deyirlər buna, yəni həyat tərzinə keçirmək üçün çalışıb və səy göstəriblər. Bugünkü mövzumuz Azərbaycan lüğətində adətən bu kəlməyə rast gəlmirik, amma türk dilində gəzsək, araşdırsaq bu sözlə bağlı məlumatlar var, amma sözün öz kökü ərəb mənşəlidir. Fütuvvət kəlməsi fəta kəlməsindən gəlir. Qədim ərəb mətnlərində də buna işarə var. Rağib İsfahaninin lüğət kitabında buna yer verilir. Rişə olaraq, yəni sözün kökü olaraq bu haqda danışılır ki, fütuvvət nədir, fəta nədir və ya f, t və ya hərfinin söz kökünün birləşməsindən yaranmış məsdər olaraq digər bu kəlməyə aid olan ailə üzvləri. Cavan kimi tərcümə olunur fəta kəlməsi. Məsələn, biz bunu bir sıra hədislərdə də eşitmişik. Məsələn, Peyğəmbərimizin İmam Əli Əssalam haqqında dediyi o hədisdə ki, deyilir, la fəta illa Əli, yoxdur Əli kimi cavan deməkdir. Fəta həmin o kəlmədəndir. Və yaxud da Kəhf surəsində biz buna rast gəldik ki, Əshab-ı Kəhfdən danışanda onlarda fəta deyərək futiyə, yəni bir cavanlardan bəhs edir. Bu kəlməni yenə də biz orada görürük. Və yaxud da İbrahim əleyhissalam haqqında danışanda və yaxud da Yusuf peyğəmbər haqqında danışanda bu sözün kökün bir növ orada rast gəlmiş olur. Yaxşı, bu fütuvvət ki, qeyd elədik, lüğətdə cavan mənasını verir, cavanlıq mənasını verir. Necə bir cavanlıqdan gedir burada söhbət və nə deməkdir bu və istəyirik nə baş versin? Lüğəvi mənası qeyd etdiyimiz kimi cavanlıqdır, cəsarətlilikdir, igidlikdir və azadlıq ruhu, mərdlik və mərdanəlik sözü ilə üst-üstə düşür. Yəni burada qeyd olunan cavanlıq yaşla əlaqəsi olmayan bir məfhumdur, bir haldan, daxili bir ruh halından, psixoloji bir haldan bəhs edir ki, ümid edirik ki, bu meydana yüksəlməyi ilk növbədə öyrənərək, yəni bu fütuvvət nədir və necə edə bilərik bu məqama yüksələk və bu meydanın şərabından içib özümüzü məst edək və ruhumuzu, zehnimizi bu mövzularla sirab edə bilək. Necə eləyə bilərik? Bugün müasir həyatımızda bunu tətbiq eləyib həm də səmərəsini görək, faydasını görək. Çünki bu anlayışlar sadəcə irfani və yaxud da seyr-i süluk üçün ancaq oxuyaq və bir növ həsrətlə baxaq ki, baxaq gör insanlar hara yüksəliblər mövzusu deyil. Biz də bunu dada bilərik və biz də yüksələ bilərik bura və çətin də deyil həmçinin bunlar. Çünki bir növ insani mövzulardır, tətbiq oluna bilən mövzulardır. Yaxşı. Biz lüğəvi mənasını vurğuladıq, həmçinin də istilahi mənasını və dedik ki, cavan və yaxud da cavanlıq, cəsarət, igidlilik və azadəlik mənasını verir bu fütuvvət kəlməsi. Və yaxud da türk dilində bunu U hərfin Ü kimi oxuyurlar, fütuvvət də deyirlər buna. Fərqi yoxdur. Əsas odur ki, biz başa düşək. Fütuvvət deyiləcək, fütuvvət deyiləcək, fəta kəlməsinin kökündəndir və eləyə biləcək ki, bunun izlərini araşdıra bilək daha sonra təhqiqatçı yoldaşlarımız. Bu görüşlərimiz bizə həm din fəlsəfəsi, həm də bir mədəni, etik çərçivə verir ki, baxaq görək bu gün müasir insan qədim bilgilərdən istifadə edərək bu spiritualizm mövzuları, mənəviyyət və irfaniyyət mövzularından gündəlik həyatımızda tətbiq edərək hansı nəticələri əldə edə bilərik? Çünki 1000 il bundan qabaq sanki bəşər tarixin izləyəndə görürük ki, bu mövzulara işarə eləyir, deməli bu mövzular önəmli bir məsələdir. Biz öncəki meydanlarda, öncəki məqamlarda ki, başladıq
bizim şah açarımız, o şah kilidimiz, əsas məsələmiz ki, tövbə anlayışı idi. Yəni dərk etdik ki, davamlı olaraq qayıtmaq lazımdır. Daha sonra biz bunu sadəcə qayıtmaq yox, mürüvvətlə qayıtmağı öyrəndik və mürüvvətdən sonra da inabətlə, yəni elə ki biz insani kimliyimizi tapa bildik və daha sonra inabə olaraq yönəldik ki, necə edim mən istiqamətim davamlı olaraq o maqnetik sahəm ancaq həqiqət tərəfə olsun. Burada bir parantez açın, çünki bu həftəlik görüşlərimiz davamlı olaraq hərəkət edəcək. Bizim Rəbb deyəndə, Allah deyəndə, Yaradan deyəndə anlayışımız bu yeni söz deyil əslində. Sadəcə olaraq istəyirəm bir növ özümə də bunu xatırladım ki, bizim məqsədimiz bütün gözəlliklər deməkdir. Yəni biz Yaradan deyəndə, Rəbb deyəndə, Allah deyəndə gözəllik mənbəyindən, bir həqiqətdən danışırıq ki, bütün insanların fitrəti o gözəlliyə, o yaxşılığa, o pozitivliyə meyillidir. Yəni sanki fitrətən biz o gözəlliyi tələb edirik. Tələb edirik yəni nə? Yəni meyilliyik o gözəlliklərə. Bu ki 4-cü məqam fütuvvət mövzusu, Şeyx Hədat, Pir Hədat, Şeyx Ənsari buna bu cür deyir ki, inabətdən doğar. Yəni biz elə ki istiqamətimizi tapa bildik Yaradana doğru və Yaradanda o yaxşılıqda və gözəllikdə yaşaya bildik. Buyurur ki, inabətdən fütuvvət doğular, yəni fütuvvət ondan əmələ gələr. Niyə görə? Çünki biz istəmirik ki, hər iki dünya olaq, istəmirik ki, çəkilək dağlara, daşlara, istəyirik bir balans yaransın, bir uyğunluq yaransın və bu cavanlıq anlayışı, bu azadə yaşamaq və bu cömərtlik, mərdanəlik yaşamaq bizim ictimai sosial fəaliyyətlərimizdir. Baxın, biz o məqamları bir-bir keçə-keçə sanki istəmirik ki, cəmiyyətdən tərk olunmuş olaraq həyatımıza davam eləyək. Yəni, o ruhani və səmavi həyat arzusu ki, bu günləri insanlarda var, yəni mənəviyyat axtarışında olmaqlıq, əslində onun kilidi, onun açarı elə bu dünyadadır. Və biz də bu fütuvvətlə, bu cavanlıq anlayışı ilə istəyirik necə edə bilək bu xidmətlərlə və bu əxlaqi, etik çərçivələri qorumaqla həmin o səmavi istəklərimizə çata bilək. Deməli, biz yenə də həmin o bölgülərimizlə irəliləyəcəyik. Birinci prinsip, birinci rükün olan xəlq ilə, yəni insanlarla olan fütuvvətdir. İkincisi həqq ilə, yəni Allah ilə olandır. Üçüncüsü özü ilə olan, yəni öz nəfsi ilə olan cavanlıq anlayışı. Birinci xəlq ilə, yəni insanlarla olan fütuvvət, bunun əsas prinsipi budur ki, öz qüsurunu insanlara mübtəla etməmək. Nə demək istəyir burada və ya necə başa düşə bilərik bunu? Bu günləri biz rast gəlirik ki, və bu da psixoloji cəhətdən də elə təsdiq olunur, təyid olunur ki, insanlar sanki bunun dalıcandılar ki, nisbi olaraq bir rahatlıq, bir həmfikirli tapsınlar. Yəni, mən xoşum gəlir ki, öz yanlış bildiyim və yaxud da yanlış davranışlarımı təyid və təsdiq etmək üçün başqalarına sirayət etdirəm. Məsələn, biz bunun nümunələrin siqaret çəkənlərdə, içki adətçiliyi olanlarda görə bildik ki, bir məclisdə oturanda istəyir təklif eləsin ki, sən də içkinə, nə olacaq, bir içkinə, belə deyək də, özünə bir yol yoldaşı tapsın. Və yaxud da kiminsə ola bilər ki, hər hansısa bir əxlaqi cəhətdən bir problemi, bir psixoloji pozuntusu olsun. Xoşu gəlir ki, bunu ətrafında təyid eləyəcək, başqalarına da bunu sirayət etdirsin ki, bir növ özünə komfort zonası tapsın ki, rahat öz işin icra eləyə bilsin. Yəni, əgər bir pis davranış, bu günləri məsələn cərəyanlar var. Məsələn, homoseksualizm və yaxud da cinsi istismarlıq və yaxud da pedofiliya, uşaq zorakılığı, psixologiya dərsində olan yoldaşlar DSM-5 kitabında cinsi pozuntular mövzularına baxsalar, ki, ən çox bu günlər gündəmin mövzusu olan Avropada, Amerika və Kanadada olan mövzulardan, məsələn, LGBT cəmiyyətləri və yaxud da feminizm hərəkatları, baxıb görür ki, insanlar niyə bunu car çəkirlər? Çünki nə qədər çox mənim bu qüsurlu olan davranışlarıma təyid və təsdiq elətdirə bilsəm, mən rahat şəkildə həmin o qüsurlarımı davam etdirə biləcəm. Amma cömərtlik, cavanlılıq və ya fütuvvət bunu bizdən istəyir ki, hər hansısa bir qüsurun varsa, bunu insanlara mübtəla eləməyəsən. Heç olmasa gedib tək-təkliyində icra eləyəsən. Yəni, özün tərk eləmirsən heç. Yəni, biz buna bir söz deyə bilmərik. Ən azından gələk bunu özünə qadağan biləsən ki, başqalarına sirayət etdirməyə. Qeyd etdik fütuvvət mövzusunda, cavanlıq mövzusunda ki, bunun yaşla bir əlaqəsi yoxdur, bəlkə daxili bir haldır. Daxili bir halda necə? Çünki insan təkamül eləyir də. Məsələn, əvvəl uşaq idik biz, ehtiyaclıydıq. Həm yaş baxımından, həm bioloji baxımından, beyin hüceyrələri baxımından yavaş-yavaş inkişaf eləməyə başlayırdıq və inkişaf elədikcə bir növ gəlib çatırıq bir təkamül həddinə, bir kamilliyyət həddinə, bir yetkinliyə, bir həddi buluğa. Bu yetkinlik
həm bioloji cəhətdən, həm emosional cəhətdən, ruhi və psixoloji cəhətdən bir yetkinliyə çıxıb çatırıq. Bunun adını qoyduq biz cavanlıq. Və nəticə etibarən daha sonra məsələn yaşlılıq dönəmi gəlir ki, yenə də həmin o hüceyrələrin aradan getməsi, təzədən məsələn dərinin qırışması, təzədən yenə də eyni uşaqlıq dönəmi kimi ehtiyacların baş qaldırması. Deməli, cavanlıq bu mərhələnin, bu təkamül mərhələsinin ən kamil və ən təkmil bir formasıdır. Hətta biz yetkinlik inkişafı cəhətindən, insan inkişafı cəhətindən baxsaq da, yəni biz buna həm psixoloji dillə də baxsaq, həm lüğəvi dillə də baxsaq, cavanlığı bu formada başa düşürük ki, cavanlıq budur ki, bir şövq var, bir istək var, bir hərəkətlilik var, bir canlılıq var insanın canında. Yaxşı, biz istəyirik ki, bunu formalaşdıraq. Qeyd elədik ki, necə edə bilərik bunu? Tətbiq eləyək. Birinci bilməliyik ki, bunların prinsipləri nədir və hansı bölmələrdə necə işləyir? Birinci bölgümüz oldu insanlarla davranışda. Bilmədiyi şeyə görə zənn etməmə. Yəni xəlqdə, digərlərində, başqalarında bilmədiyin bir şeylər varsa, zənn etməmək bu cavanlığın, azadə düşüncənin, cömertliyin, mərdanəliyin göstəricilərindən biridir ki, yəni zənnə qapılıb onun haqqında şayələr çıxartmayasan, suizənlər eləməyəsən və hətta səbəb olmayasan ki, bu mövzuların yayılmasına. Yəni bilmədiyin, xəbərin olmadığı şeyə zənnə düçar olmaq, zənn etməkdən insanların haqqında. Və bildiyin şeylərdə, hətta bilirsən hər hansısa bir mövzular, o bildiklərini də örtməyə çalışılan, onları yaymağa çalışma, onları insanlar arasında faş etməyə, yayılmağına səbəb olmaqla. Nəticə etmə, insanları qorumağa çalışırsan, yəni yıxmağa, məhv eləməyə yox, onlara şəfaət verməyə. Yəni sizin canınız, malınız, abrınız məni tərəfdən amandadır anlayışın yaradan insan cavan insandır. Belə bir insan modeli, həmin bu bizim məqsədimiz olan o cavanlıq modeli ki var, o modelin daşıyıcısına çevrilə bilir. Yaxşı, əgər ikinci mənasına diqqət eləsək, həqiqətlə və yaxud da Allahla olan fütuvvət, Allahla olan cavanlıq və mərdanəlik necə olur? Birinci prinsipi bundan başlayır ki, insan bacardığı qədər ixlasla yaşaması. Yəni, bacardığın qədər qulluğa və səy göstərməyə xidmət etmək. Əgər diqqət edirsinizsə, hətta Allah ilə yaşamağın da prinsipin, əsasın bu bilgilər bizə bununla göstərir ki, sanki hələ bizim bayaq bənzətmə olaraq dediyimiz misal ki vardı, müasir insan əgər kimlik axtarışındadırsa, özün axtarışındadırsa, mənəvi axtarışındadırsa, səmavi və ruhani yaşayış istəyindədirsə, yenə də bu maddi həyatda yaşamaqla əldə edir. Yəni, biz bu dünyanla, əd-dünya məzzəətül axirət ki deyirlər, bu dünya sanki əkin sahəsidir, bu əkin sahəsi ilə biz nə əksək onu becerəcəyik, nə əksək burada onu sanki nəticə etibarən gəlib bizə çatacaq. Baxıb görürük ki, yaradanla da cavan halı ilə davranmaq prinsipi bundan irəli gəlir ki, bacardığın qədər ixlasla xidmət göstərmək, səy göstərmək, yəni tənbəlləşməmək. Onun da birinci şaxəsi, birinci qolu, bölməsi göstərir ki, öyrənməkdən usanmamaq. Önəmli bir məsələdir ki, bəzən məsələn görürsünüz ki, bizim də dərslərimizdə və yaxud da seminarlarımızda və yaxud da görüşlərimizdə iştirak edən insanların arasında məsələn yaş baxımından yaşı 40-ı, 50-ni, 60-ı keçmiş yoldaşlar olur. Bu o deməkdir ki, hələ də içərisində o cavanlıq şövqü, cavanlıq alovun qoruyub saxlaya bilib. Deməli, o bizim bayaqları insan inkişaf mərhələlərin ki misalını çəkdik və ən kamil həddə o cavanlıq çağı gəlir, yanırdı ki, insanların oxumağa ehtiyacı var, araşdırmağa ehtiyacı var. Davranışlara baxsaq, diqqət etsək, cavanların bir söhbəti var. Məsələn, universitet tələbələri nəzərdə alsaq, 11-ci sinifləri nəzərdə alsaq, görürük ki, müraciə edəndə soruşurlar ki, təlimlər nə vaxt olacaq, haçan məsələn turlara gedəcək, haçan elmi kəmplər olacaq və yaxud da haçan bir öyrənməklə bağlı bir fürsətlər dalıcandır. Amma yaşlılar bir yerə yığılanda necə olur? Məsələn, yaxşı həkim tanımırsan və yaxud da pensiyalar nə vaxt töküləcək, pensiyalar görəsən necə olacaq, görəsən, yəni ancaq sualları, ancaq istəkləri davamlı olaraq o komfort zonasında saxlamaqdır. Yaşlılıq bir hal olaraq. Çalışmaq lazımdır ki, o ruhi cəhətdən özümüzü elə bir halda saxlayaq ki, həmişə öyrənməyə meyilli olaq. Həmişə öyrənməyə meyilli olaq bu deməkdir ki, insan birinci zehnində qocalır, daha sonra davranışlarında qocalır. Biz nə qədər ki düşüncəmizi, şuurumuzu, agahlığımızı yeni məsələlərə qarşı öyrənmə həvəsini özümüzdə aktiv saxlaya bilsək, yəni baxırıq ki, həqqlə olan cavanlıq, həqqlə olan fütuvvət birinci əsası bunu göstərir ki, öyrənməkdə usanmamaq.
yorulmamaq öyrənməkdən. Elə ki biz öyrənməkdən yorulduq, adətən bunu kişi xeylaqlarında, xüsusilə də biraz yaşı keçəndən sonra bunu çox görürük ki, özüm bilirəm anlayışı. Yəni mənə deməyə ehtiyac yoxdur. Mən onsuz da bilirəm anlayışı formalaşır ki, bu da yavaş-yavaş qocalmağa doğru aparır. Birinci düşüncəmizdə bizi qocaldır və öz bildiyinə özün kifayətləndirir və artıq yetərli bilir özün. Amma elmdən bezməmək, usanmamaq bunu bildirir ki, deməli insan bildiyi ilə kifayətlənmir, artıq özün yetərli hesab eləmir. Ki bu günləri biz də psixologiyada buna davamlı olaraq özün inkişaf düşüncəsində saxlamaq adlandırırıq. Ground mindset deyirik buna ki, özün davamlı inkişaf xəttində saxlaya bilmək potensialı. Çox şükür ki, bu günləri bunun üçün kifayət qədər də vasitələr var. Necə edə bilərik ki, elmdən bezməyək, yəni elm öyrənməkdə davamlı olaraq özümüzü bəhanə axtaraq ki, nələrsə öyrənək, nələrsə əldə eləyək. Bu üçün də bu günləri kifayət qədər dönəmimiz şərait və imkanlar yaradıb. İkinci məsələsi daxili zikr, yəni Allahı yad etməkdən yorulmamaqdır. Bu özün zikr halında saxlamaq sadəcə məsələn gün ərzində filan sayda zikr deməklə deyil. Bu şuurun daim oyaq qalmasına işarədir ki, əslində zikr kəlməsi bilirsiniz ki, yad etmək deməkdir. Yəni bizim o tərif etdiyimiz yaradan anlayışı ki, qeyd etdik, gözəlliklər deməkdir, pozitivliklər deməkdir, müsbət anlayış deməkdir. Yəni bütün o eşq, bütün o gözəlliklər ki, mənim fitrətim ona doğru meyillidir. Gün ərzində mən bu gözəllikləri, bu istəklərimi yad eləyəm, zikr eləyəm. Təbii ki, bunların içərisində Allah zikri, Rəbb zikri və ya bizə mənəviyyat bilgilərindən ötürülmüş xüsusi zikirlər də önəmlidir təbii ki. Lakin şuurun daim ayıq qalması və o yad etdiyimizin fəhmin və dərkin etməsi ilə fərqindəlik və agahlıqla olan halda daha məqsədli və daha həyatımızda təcrübə oluna bilən olur. Nəinki ancaq əzbər edək və bilməyək ki, nə deyirik, dediyimiz kəlməni bilək. Buna görə də o zikr mövzularında vurğulanan məsələlər var ki, hətta bir sevgilinin adını, sevdiyin bir alim olsun, ustad olsun, onun adını belə zikr eləmək, bir kitabın adını belə zikr eləmək ibadət sayılır. Ona görə ki, sənə xatırladır nəysə. Nəyi? Çünki səni davamlı olaraq oyaq saxlayır həmin o yad etmək, həmin o zikr etmək. Üçüncü məsələsi də yaxşı insanlarla ünsiyyəti seçməkdir. Deməli, həqiqətlə Allahla olan cavanlılıq anlayışı, azadəlik anlayışı, fütuvvət anlayışı bunu göstərir ki, sağlam mühit seçmək. Sağlam mühit seçmək nə deməkdir? Yəni, ətrafımda oturub durduğum insanlara diqqət etmək. Solğun insan, depressiv insan, narahat insan, panik insan mənə öz halı olanından başqasını verə bilməz. Elə ki, biz bunu dərk edə bilirik və səy göstərdik ki, münasibətlərimizdə elə insanlar seçək ki, bizə həmin o yaradanı xatırlatsınlar, bizə həyat eşqini yaratsınlar, ümidi bizdə cücətsinlər, içimizdə çiçəkləndirsinlər. Nəinki bizdə solğunluq, narahatlıq, nigaranlığı əmələ gətirməsinlər. Onların üzün görəndə, səsin görəndə, sözün eşidəndə həyata qarşı sevgimiz artsın, həyata qarşı yaşamaq həvəsimiz artsın. Həmin o cavanlıq halı ki var, sanki cavanlıq halı içimizdə o mayedən qidalansın, o insanlardan qidalansın. Bizim misalımız var idi ki, hətta atalar sözlərimizdə də buna misallar var ki, dostu göstər mənə, yəni həmnişin olduğun, kimlə oturub durduğu göstər mənə, deyim sən kimsən. Ona görə ünsiyyət məsələsi önəmli faktorlardan biridir. Bu günləri baxaq görək, bizim vaxtımızın çoxu nəyə aparırıq? Məsələn, televiziya, sosial medialar, xəbər proqramları. Bunlara nə qədər zaman ayırırıq? Və bu zaman ayırmağımız bizim içərimizdə, daxilimizdə hansı halı formalaşdırır? Cavanlıq və azadəlik, rahatlıq halın, şövq halın bizdə formalaşdırır, yoxsa bizi qocalmağa doğru aparır, yoxsa bizi sanki o açan bir təravətli gül kimi yavaş-yavaş bizi soldurur. Hansı formadadır? Bu sualı düşünməyə də ehtiyac yoxdur ki, bu günləri sistem olaraq qurulmuş, istər xəbərlər olsun, istər sosial medialar olsun, bunun üzərində qurulub ki, davamlı olaraq insanı narahat, qorxu və istirab halında saxlasın. Və bu halların hər biri bizi gərginlikdə saxlayır, bizi hərəkət etməyə qoymur, bizi o cavan və şövq halında olmağa qoymur. Bizi ancaq düşündürür ki, görəsən nə olacaq? Görəsən dünya dağılacaq, ac qalacaq, nə olacaq? Halbuki illərdir bizi üryan qoymayan, bizi ac yalavac qoymayan yaradanımıza
iman gətirə bilsək ki, hərəmizin məsələn bu səs yazısını eşidən və daha sonra da dinləyən yoldaşlar hər biri müxtəlif bir yaşlardadır. Kimisi 20, 25, 30, 40, 50 yaşlarında. Baxaq görək ki, bu yaşıma qədər məgər məni acımı qoyub, məgər mən susuz mu qalmışam, məgər mən üryan mı qalmışam? Amma nə qədər narahatam buna görə, haçan bəs arxayın olacam, haçan bəs iman gətirəcəm və azadə yaşaya biləcəm. Qeyd etdik axı, bu cavanlığın içərisində bir azadlıq anlayışı var, bir qopa bilmək anlayışı var. Qayğılardan qopa bilmək, stresslərdən, keçmişin narahatlıqlarından qopa bilmək anlayışı var. Yaxşı. Üçüncü prinsipi də nəfsimizin bizi, özümüzü bəzəməyinə imkan verməyək. Nə deməkdir bu? Yəni allatmasın bizi, arxayınlaşdırmasın bizi. Bu məqamlardan keçmək, bu rahatlıq bizə yaratmasın ki, artıq mən davranışlarımdan, etdiklərimdən məni sanki süsləməsin. Bu süslər, bu bəzəmələr insanın gözün kör edən, fürsətləri, imkanları əlindən alan əsas amillərdən birinə çevrilə bilir. Elə ki, insanda arxayınlaşma yarandı. Biz bu mövzuya öncəki məqamlarda da işarə etmişdik ki, arxayınlaşmadan irtibat qurmaq mövzusunda, hansı ki peyğəmbərlərə aid olan bir rükün idi, inabə mövzusunda, orada da toxunmuşduq, işarə etmişdik. Asılılıqlardan qopmaq və bağlılıq mövzusunda da öncəki səs yazımızda buna dinləyə bilərlər yoldaşlar. Elə ki biz nəfsimizi süsləməsinə, davranışlarımızla, etdiklərimizlə, əldə etdiyimiz uğurlarla, nailiyyətlərlə elə ki doydura bildik, kifayətlənmə bizim üçün baş vermiş olacaq. Yəni artıq həmin nöqtədir ki, cavanlığın boynu qırılır həmin nöqtədə və yavaş-yavaş qocalığa doğru hərəkət edir. Yəni artıq o şövq, artıq o həvəs qalmır ki, yeni nə isə eləsin, yeni nələrsə eləsin. Çünki öz nəfsini bəzəyərək aldatmış olur. Nələrlə bəziyirik adətən? Bu ola bilər bilgi olsun, bu ola bilər həyatla bağlı baxışımız olsun, yeni baxışlara açıla bilmirik, yeni fürsətlərə, yeni imkanlara özümüz üçün bağlıyıq ki, artıq mənim üçün kifayət edər və bəs edər. Bunun üçün də bizə 3 bənddə, 3 bölmədə izah verir ki, daim öz xətan üzərində işləmək. Biz öyrəşmişik ki, bu işarə barmağımız davamlı olaraq başqalarını göstərsin. Elə ki, başqalarına fokuslanır bir insan, özündə eybi görə bilmir. Özündə eybi görə bilməyən insan başı qarışır ancaq başqalarının eybinə və özün unuda bilir. Amma elə ki, öz xətası üzərində, öz səhvləri üzərində işləyə bildi, xətası da bu formadan yox ki, öz güvənin və öz dəyərin alçaltsın və bir növ özünə əlavə bir müqayisə pozisyonuna salsın ki, başqaları nələr əldə edib və mən nələr əldə etmişəm, bir növ özün günahkar moduna salmasın. Burada öz xətaları üzərində işləmək psixoanalitik anlayışdır əslində. Biz terapiyalarımızda buna məşğul olduq ki, necə edə bilərəm, daha yaxşı versiyamı sərgiləyə bilərəm, necə edə bilərəm bugünüm dünənimdən bir damla, bir addım inkişaf etmiş olsun. Biz o zaman öz inkişafımızı müşahidə edə bilirik, öz böyümə xəttimizi görə bilirik ki, diqqətimiz və fokusumuz başqalarının üzərindən götürülüb öz üzərimizə qoyulsun. Halbuki bu günləri həm kiçik cəmiyyət olaraq, yəni fərdlər arasında, həm də böyük cəhətdən baxsaq, dövlətlər arasında bunu müşahidə edirik ki, məsələn, ölkələr davamlı olaraq baxırlar ki, dost olan və yaxud dost olmayan ölkələrdə olan problemləri gündəmə gətirsinlər. Elədir, davamlı olaraq onların xətaların, onların səhvlərin fokuslanırlar onun üzərinə və onu car çəkməkdən də usanmırlar ki, görün nə gündədirlər. Matrixdir bu, düşmüşük bu matrixin içərisinə ki, həm dövlət səviyyəsində, ölkələr səviyyəsində, həm də cəmiyyət səviyyəsində ki, hamının işi başqasının səhvindədir. Bu günləri sosial mediaya baxsaq, ən çox yayılan, ən çox viral olan videolar hansılardır? O videolarda ki, biri orada məsələn səhv edir, biri orada yıxılır, biri orada abıda gedir, biri orada nəsə bir xətası baş verib. O videolar əlbə-əl getəcək, hamı bir-birinə yollayacaq ki, baxın görün bu nə bədbaxtdır. Ha-ha-ha-hiho. Elədir, bütün bu ha-ha-ha-hiholar bizim başımızı qatır özünə ki, fokusumuz özümüzdə yox, ancaq başqalarında olsun. Amma cavan qalmaq istəyiriksə, həm düşüncə baxımından və həm də hal baxımından özümüzü azad etməyi bacarmalıyıq bu matrixdən, bu zincirə vurulmuş dövrümüzün halı ki var. İnsanlar ancaq başqalarında eyb axtarmaqdalayacaqlar, zənnə, gümana qapılaraq və örtmürlər. Yuxarıdakı xəlq haqqında qeyd elədik, bildiyini belə örtmür,
qeybət ona görə pis sayılır ki, bir dəfə baş verən xətanı sən yaymaqla, davamlı danışmaqla o pisliyi inkişaf elətdirirsən, həm onu adiləşdirirsən cəmiyyət içərisində, həm o qarşı tərəfində abrın, heysiyyətin aradan aparmış olursan. Və biz bu haqda öncəki bölümlərdə də danışmışdıq ki, üz çevirməyi bacarmaq, fokusu necə idarə etmək, biz nəyə fokuslanırıqsa, nəyə diqqətimizi yönəldiriksə, onu onsuz da həyatımızda, dünyamızda çoxalmış olacaq. Onu danışmaqla, onun hətta pis bilib danışmaqla, sanki islah etməyə çalışırmış kimi danışmaqla belə biz onu öz həyatımızda daha da inkişaf elətdirəcək və cəmiyyətimizdə onu sanki qolubudaq vermiş olacaq. Yaxşı, davamlı olaraq öz xətan üzərində işləmək, öz qüsurun normal saymamaq bəlalardan və müsibətlərdən də biri budur ki, insan öz qüsurunu normallaşdırsın. Düşünün, nə olsun, tək mən eləmirəm ki, o da eləyir, o da eləyir, o da eləyir. Hansı ki, bu günləri cəmiyyətlərin düçar olduğu problemlərdən biri budur ki, hər hansısa pis bir etik davranışı özünə müqayisə gətirir ki, məsələn, zibil tökmədir, mən tək tökmürəm ki, o da puçoku atmışdı, məsələn, siqaretin külünü tökmüşdü, mən də tökürəm. O da dayanır astanovkada, dayanacaqda siqaret çəkir, mən də çəkirəm, nə olsun ki? Bir növ öz qüsurumuza normallaşdırırıq, normal sayırıq. Elə ki, biz normal saymadıq qüsurlarımızı, yəni insanın zehni neyin dalıcandır? İstəyir ki, öz fikrin, öz düşüncəsin, biz xalqla olan münasibətdə ki, qeyd elədik, öz qüsurun insanlara mübtəla etməklə haqqında danışanda ki, misalları çəkdim. Elə ki, bir nisbi bir düşüncə formalaşdıra bildik cəmiyyətdə, hər hansısa bir etik cəhətdən, əxlaqi normativi, normal olmayan bir şeyi normativləşdirə bildik və artıq məni kimi bir 50 nəfər, 100 nəfər də o cəmiyyətdə, o məhəllədə düşünən insan oldu, mən artıq pis, qüsurlu davranışımı normal sayacağam, normal hesab edəcəm ki, nə olsun ki, tək deyirəm ki, tək eləmirəm ki və bu tək eləmirəm bizi cavanlıqdan, azadə düşünməkdən və fütuvvətdən uzaq salır. Elə ki, biz istəyirik bu meydana yüksələk, bu meydana sahib olaq və bu məqamın, hikmətin özümüzdə dərk və fəhm etdirə bilək, ona görə bu addımları sanki dərkindən və fəhmindən keçməliyik ki, birinci növbədə işarə nöqtəmiz davamlı olaraq öz üzərimizdə olmalıdır, davamlı olaraq öz xətalarım və səhvlərim üzərində işləyim, öz qüsurlarımı normal saymayım və həmçinin Rəbbimin səttarlığın, yəni Rəbbim ki, mənim eyiblərimin üzərini örtür, bu günləri mənim abrum gedmir, mənim cəmiyyət içərisində hər birimiz bir abra, bir heysiyyətə sahibik. Əgər Rəbbim bu günləri örtübsə, bunu nimət bilək və buna arxayınlaşmayaq. Arxayınlaşmayaq buna görə ki, sanki elə belə də olmalıydı. Elədir, çünki təsəvvür edək ki, sabah ayılıb və mənim bütün abrum, heysiyyətim tökülüb, cəmiyyət arasında yayılıb. Necə bir anlayış ola bilər bu? Necə bir hal yaşayarıq biz? Elə ki, biz özümüzü davamlı olaraq bu xovfda saxlaya bildik. Bu xovf nədir? Yəni, bu kainat, bu həyat nizamı bunun üzərində qurulub ki, mənim bu sistemə qarşı, bu yaradana qarşı, bu örtməyinə qarşı, bu abramın yayılmamasına qarşı olan bir xovfum olmalıdır. Çünki yaradan ki, məni hifz edib, qoruyub, mənə ki, borclu deyildi. Bu bir lütfdür və bu lütfə arxayınlaşmayaq. Bu lütfü özümüz üçün nimət bilib və onun şükrün etməyi bacaraq. Bu mövzuda bizim əgər diqqət etsək ki, müasir psixoloji cəhətdən də Carl Gustav Jung'un olsun və yaxud da Erik Fromm'un olsun, Rolly May'in olsun, müxtəlif fikirləri var ki, inşallah kitabımızın hazır versiyasında bunları görə biləcəyik. Lakin nəticə olaraq almaq istədiyimiz və xülasə olaraq bu mövzulardan çıxarmaq istədiyimiz məsələ bundan ibarətdir ki, bugünkü dünyamız baxıb görürük ki, sanki sürət və narahatlıq, müqayisələr dolu bir dünyadır. Davamlı olaraq fokuslar başqalarının üzərində və davamlı olaraq hər hansısa bir etik və əxlaqi problemlərin cəmiyyətdə sadələşməyi üçün eyni düşüncə xəttində olan insanların çoxluq sayına ölçülür ki, nə qədər çox insan sanki hər hansısa bir pisliyi, hər hansısa bir etik normativi səs versələr, desələr ki, aha, artıq bundan sonra məsələn bu cinsi dizorder, cinsi pozuntu mövzusu normal sayılır, o cəmiyyətlər də konstitusiya formasında qəbul edirlər. Belə bir cəmiyyət və bu da bunun göstəricisidir ki, insan sanki düşüncə baxımından bunun dalıcandır ki, davamlı olaraq öz qüsurlu düşüncəsini yaymaqdan ötürü başqalarının da təsdiqini axtarır. Elə ki, bu anlayışa gəlib çata bilirik ki, bir etik çərçivə var, bir məqam var ki, bu məqam mənə azadlıq verə bilər, bu məqam mənə rahatlıq verə bilər. Bu məqam mənə hansı yaşda oluramsa olum, mənə cavanlıq və təravətdə qalmağımı hiss elətdirə bilər. Davamlı özümü şövqlü,
motivasiyalı, disiplinli hiss etdirə bilər və bu halında adı fütuvvətdir. Fütuvvət buydu ki, mən qopa bilim bütün bağlılıqlarımdan, bütün qayğılarımdan. Yəni elə bir qırala bilim, elə bir boşala bilim, elə bir azadə olum ki, gün ərzində fikirlərim iş gördüyüm yerdə olsun. Əgər kitab oxuyuramsa, fikrim kitabda olsun. Əgər ibadət edirəmsə, fikrim ibadətdə olsun. Əgər qida məsrəf edirəmsə, yemək yeyirəm, su içirəmsə, diqqətim o yeməkdə olsun. Amma bu günləri baxıb görürük ki, insanlar məsələn özü buradadır, özü kitab oxumaq istəyir, amma fikir min yerdə gəzir. Niyə? Çünki həmin bax bu mövzuların əksin biz çevirsək, elə ki, burada bəndlərdə qeyd olunanlar ki vardı, başladıq başqaları haqqında zənnə, gümana qapılmağa, başqalarının eybin açıb danışmağa və bir növ fürsət dalıcan olmağa ki, biri bir səhv eləsin və mən də onu başlayayım yaymağa, hər formada baş verir bu. Bugün paylaşılan sosial medialarda da elə bunun göstəricisidir. Qeyd elədim, biz hər hansı bir məsələni gözləyib, viral olan, yəni yayılan bir videolara baxsaq, baxıb görürük ki, o videolardır ki, ya o tərəf bilə-bilə bunu eləyir, yəni bilə-bilə məsələn yemək yeməksə tökür üstünə başına, bilə-bilə özün yıxır yerə, bilə-bilə məsələn vəhşi kimi hərəkətlər edir. Baxıb görürük ki, ən çox yayılan, ən çox yollanan videolar da olardı. Çünki insanlar bunu sevirlər. Tək mən deyiləm sanki bu bataqlıq, bu dünya giriftarçılığında, dünya problemində tək bədbaxtlığa düçar olan mən deyiləm. Ona görə fürsət dalayacağam ki, baxım görüm başqa nə bədbaxtlar tapa bilirəm ki, onu mən yayım. Və bu günləri xəbər ümumiyyətlə media anlayışı bunun üzərində qurulub ki, bizə davamlı olaraq o negativləri, davamlı olaraq müqayisə pozisyonlarına salmaqla cəmiyyətdə hörümçək toru kimi yayılmağa başlasınlar. Elə ki, mən bunu dərk edə bildim və bu matriksi görə bildim, artıq fokusumu öz üzərimə yönəldə bilirəm. Bunun da meyvəsi bu olur ki, bu günləri çay içəndə məşq eləyim. Əslində bu irfani mövzular, mənəvi və psixoloji, etik mövzuların faydası budur ki, mən bu günləri təcrübə edə bilərəm, tətbiq eləyə bilərəm. Necə tətbiq eləyə bilərəm? Məsələn, mindfulness terapiya növləri bunun üzərində qurulub ki, məsələn, çay içirsənsə, əlinə götürmüsənsə bir çayı, əvvəlcə onun istiliyini hiss elə, çayın aromasını, ətrini hiss elə. Dodaqlara yaxınlaşdırarkən ilk onun istiliyin, dadın, tamını hiss elə. Mindfulness texnikaları bunun üzərində işləyir də. Biz edə bilərik gün ərzində, evdar xanımsa ev işlərində, əgər iş fəaliyyətində isə, kimsə məsələn bəydirsə maşında gedərkən, biz edə bilərək maşınımızı çevirək bir kitab mütaliəsinə, mətbəximizi çevirək bir kitab mütaliəsinə. Bu günləri o qədər fürsətlər doludur ki və o qədər önəmli və nimətlərlə dolu olan bir dövrdə yaşayırıq ki, biz edə bilərik, buradakı qeyd elədik, sağlam mühit seçmək və dedik ki, sağlam insanlarla ünsiyyət qurmaq, frekans və enerjisi yüksək olan, onu görəndə, onu xatırlayanda, onunla həmsöhbət olanda mənim içimdə həyat eşqimi, yaşam eşqimi yüksəldən insanlarla oturum durum. Bu günləri biz Nizami Gəncəvi ilə həm söhbət ola bildik. Bu günləri biz 1000 il bundan əvvəl yaşamış və bu gün də onun yandırdığı işıqdan bəhrələndik. Şeyx Ənsari kimi alimin mövzularını dinləyə bilirik. Füzulinin əsərin və yaxud da digər mənəvi və əxlaqi mövzular ki, hansı ki bu mənəvi və əxlaqi mövzular ən vacib məsələlərdən və mövzulardandır ki, insan zehnin, şuurun davamlı aktiv vəziyyətdə saxlayır. Bizi müqayisə etmək pozisyonundan çıxarır, bizi keçmişin peşmançılığından çıxarıb, gələcəyin narahatlığından çıxarıb, hansı ki bu üçü bütün psixoloji pozuntuların əsas ana səbəblərindən hesab olunur. Müqayisə pozisyonu, özün günahkar bilmək və keçmişin peşmançılıq və narahatlığından qopa bilməmək və gələcəyin nigaranlığından ayrıla bilməmək. Və buna görə də bizim yuxu sistemimiz pozulur, qida sistemimiz pozulur, nə rahat qidalana bilirik, nə rahat başımızı qoyanda yata bilirik. Bu fütuvvət, bu cavanlılıq meydanından biz sağlam şəkildə əməl edib çıxa bilsək və gündəlik həyatımıza tətbiq edə bilsək, nəticəsi bu olacaq ki, başımızı yerimizə qoyanda rahat yata bilək. Nəinki beynimiz ancaq çəkcə eləsə ki, görəsən nə olacaq, görəsən nətər oldu, ey kaş belə eləməzdim, ey kaş mənə belə deyəndə mən də belə deyərdim. Və buna görə deyirik ki, özümüzü bir növ detoks elətdirək, özümüzü pəhriz saxlayaq bu günləri. Bir sıra sosial medialardan, bir sıra televiziya kanallarından, hansı ki bizə zərrə qədər xeyri yoxdur. Heç bəlkə o misalın çəkdiyimiz hörümçək toru kimi bizim əlimizi, qolumuzu, gözlərimizi və boğazımızı bağlayaraq bizi davamlı gərgin bir halda saxlayır. Halbuki biz edə bilərək bütün diqqətimizi, fokusumuzu, o azadə düşüncəni, o cavan düşüncəmizi formalaşdıra bilək. Öz üzərimizdə işləməklə, öz kimlik axtarışımız, mənlik axtarışımız ki var, bunun dalıcan olmaqla bu mövzuları tətbiq eləyə bilək. Bu mövzuları biz özümüzünkiləşdirək. Necə edə bilərəm mən bunu? Məsələn, əgər
İşim dərzilikdirsə, dərziliyimdə necə edim cavanlıq halın özümdə qoruya bilim? Və yaxud da evdar xanımamsa, və yaxud da övladlarımın tərbiyəsinə məşğul olan xanımamsa, və yaxud da bəyəmsə, maliyyə işində işləyirəmsə, həkiməmsə, texniki mühəndisəmsə, hər hansısa bir sahədə tələbəyəmsə, mən necə edə bilərəm bu cavanlıq halın, davamlı o təravətli qalmaq, həvəsdə və şövqdə qalmaq halın necə məşq eləyə bilərəm? Baxım görüm mənim enerjimi tükədən hallar, vəziyyətlər hansı yerlərdədir? Hansı yerlərdə səbəb olam ki, özümdən çıxam? Bu enerjimi tükətmiş olan, məsələn, qeybət mövzularına və yaxud da enerjimi sərf edirəm kiməsə özümü sübut etməyə. O insanlarla oturub dururam ki, o mühitdəyəm ki, o mühitdə olan insana davamlı ancaq məsələn xəstəlikdən, pensiyanın gecikməsindən, maaşın gecikməsindən, zəlzələdən, vəlvələdən, xəstəliklərin gəlməsindən, suyun kəsilməsindən, işığın sönməsindən ancaq mövzusu, gecə-gündüz mövzusu ancaq bunlardır. Bax gör sənin enerjini tükədən, səni qocaldan nədir? Bəzən cavan ikən qocaldan, bəzən orta yaş ikən qocaldan, bəzən isə qoca ikən qocaldan. Həm də olsun Allaha ki, bizim aramızda, yoldaşlarımızdan var ki, hətta 70 yaşında olan insanlar var. Hələ də ruhun və halın elə saxlayıb ki, cavanlara məxsus olan bir hal tərzidir. Yəni, hələ də öyrənmək və hələ də öz üzərində işləmək dalıcandır. Yəni, zehnin açıq qoyub, özün bloklamayıb. Ona görə bu yaşımızdan biz edə bilək. Düşünürəm ki, bu səs yazısını dinləyən insanların böyük əksəriyyəti cavanlar və orta yaşlı insanlardır. İndidən özümüzdə bu işığı yandıraq, bu mesajı, bu siqnalı özümüzə verək ki, mənim üçün fütuvvət, cavanlıq və elə cavanlıq ki, azad düşünsün, sərhədləri olmasın, özün boğub, özün bəndləməsin, özün bağlamasın, açıq saxlaya bilsin özün və fokusun və diqqətin öz islahı üçün yarada bilsin. Özünə gözəl mühitdə, gözəl ünsiyyət qura biləcəyi insanlar tapa bilsin, davamlı olaraq öyrənməkdə olsun. Bunlar hamısı bizi bu meydanda sirab etməyi və bu məqama yüksəltməyə kömək olacaq. Rəbbimə təmənna edirəm, bizə fürsət verdi. Bu günlərdə bu mövzuda çıxış edə bildik, bu mövzuda danışa bildik. Biz üçün şəraitləri elə gətirdi ki, dada bilək bu mövzuları, dada bilək Rəbbimizlə ünsiyyəti. Diqqətimizi və fokusumuzu yönəldə bilək eşq mənbəyinə, yaradan mənbəyinə. Ki, bütün gözəlliklər, bütün ümidlər, bütün firavanlıqlar, sağlamlıqlar hamısı ondandır. Biz yox idik, bizi yoxdan var etdi. Biz yox idik o deməkdir ki, arzularımız da yox idi. Bizə həyat verməklə bizi arzularımıza həyat verdi əslində. Arzularımız da var oldu bizimlə bərabər. Cavan qala bilək, təravətli qala bilək. Bu inkişaf yolunda, bu mənəvi yüksəliş yolunda başqalarının eybin axtaran yox, bəlkə onların eybin örtə bilən olaq. Onlara əlimizdən ancaq yaxşılıqlarla xidmət edə bilək. Ətrafımızda, cəmiyyətimizdə bu günləri hökm sürən bu negativ hallar ki var, bu negativ hallardan ilk növbədə çıxa bilək. Daha sonra, hətta olmalı olsa kiçik-kiçik qruplarla, toplaşaraq, özümüzü Yaradanımızın zikrin və yadın etməklə, xatırlamaqla, bu şövqü içərimizdə cavanlaşdıraq və içimizdə canlandıraq ki, bu həyat ən gözəldir, bu həyat neymətlər və zinətlərlə doludur, bu həyat sağlamlıqla firavandır. Bu həyat genişlənməkdədir və mən də bu dünyanın daha da yaxşı hala çevirməyi üçün bir xidmət edə bilərəm. İlk növbədə başqalarının eybini örtərək, başqalarına şəfaətçi olaraq, xətalarına göz yumaraq, həmçinin biri əgər bir ailədə, bir yaxınımda bir söz-söhbət olubsa, o söz-söhbətə odun olmayın, bəlkə su tökən olun. Onun yerinə üzr istəyə bilin. Söndürə biləm o yaranan atəşi, alovu söndürə bilən olam. Başım qarışmasın. Hər birimiz üçün bir kiçik fürsətlər verilib. Uzun ömrümüz olsa belə, bu dünya kiçik bir fürsətdir. Bu fürsətləri sərf edəcəyimiz anlar, dəqiqələr önəmlidir. Nə qədər azadəni yaşaya bildim, nə qədər azadcasına yaşaya bildim, nə qədər cavan yaşaya bildim ömrümün sonuna qədər. Nə qədər şövqlə, həvəslə, sanki içimdə çiçəklənməklə, sanki içimdə davamlı bir baharla yaşaya bildim. Bunu yarada bilərik. Rəbbimə təşəkkür edirəm ki, bizi bu halda və təşəkkür edirəm ki, bizə bu mövzuları yenidən işıqlandırmağa, yenidən zikr etməyə, yenidən danışmağa bu gecələrdə bizə fürsət verdi, imkan verdi, təqdir etdi bizim üçün. Hər birinizə burada olduğunuz üçün təşəkkür edirəm. Sizin ailənizə, övladlarınıza, sevdiklərinizə sağlamlıq, firavanlıq, bolluq, xoşbəxtlik və zənginlik diləyirəm. Zənginlik diləyirəm, hər şeydən zənginlik, gözəl haldan zənginlik, sağlamlıqda zənginlik, firavanlıqda zənginlik, başqalarına gözəl sözlər deməkdə zənginlik. Hər şeydə zəngin olmağı sizə arzu edirəm. Gecəniz və gündüzünüz
davamlı olaraq agahlıq və fərqindəlik dolu olsun. Allah'a emanet olun.